Görüntüsü ilə göz oxşayan, cəmi 15 dəqiqəyə hazır olan bu balqabaq şirniyyatı reseptini 1 dəqiqəyə öyrənəcəksən. Birinci dəfə idi ki, bu üsulla hazırladım. Çox bəyəndim. Ona görə də paylaşıram. Gəlsən bazara, üzvə gülən, üstü belə dumanlı formada olan boranı tapsan ki, içi də narıncı rəngində çıxsın. Bir barmaq qalınlığında doğrayandan sonra başla qabıqlarını təmizləməyə. Başla hər iki üzünü də kərə yağında qızartmağa. İkinci üzünə ki çevirdin, dartın tozu səpəndən sonra qəhvə, şəkər də səpsən və üzərinə də doşab əlavə edəndən sonra mixəy və yaxud da hil əlavə olunur, üzərinə də bir stəkan su əlavə edəndən sonra qapağını da qoysan zəif temperaturda bişir. Portağal qabığını rəndələdin, biraz da şirəsindən əlavə edəndən sonra üzərinə də qoz əlavə edirsən ki dadı gəlsin. Demək olar ki hazır oldu, istəsəniz 25% xamayla və yaxud qaymaqla dondurma ilə nuş edə bilərsiniz.